Ailəsi üçün böyük bir faciədir, ağır dərddir. Ailə normal ailə, necə deyilə, ailəsinin, uşağının qayğısına qalan bir ailədir. Amma hadisədir də, uşaq evdən çıxıb, ailəsinin gözünü oğurlayıb, yaxınlıqda yerləşən gölün ətrafına gəlib, gölün üstünə yeriyərkən uşağın ayağı sürüşüb, uşaq çay gölə düşüb, baxımsız, heç kimin xəbəri olmayıb. Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakini 5 yaşlı Zamanov Onur Amiloğlu həyətdə oynadığı zaman bir müddət nəzarətsiz qalıb. Az sonra onun evin ətrafından uzaqlaşdığı müəyyən edilib. Ailə üzvləri və yaxınları azyaşlını axtarmağa başlayıblar. Lakin onu tapmaq mümkün olmayıb. Daha sonra uşağın evdən o qədər də uzaq olmayan su anbarına qədər gedib çıxdığı məlum olub. Onun cansız bədəni də elə həmin kanaldan aşkarlanıb. Ailə çox mehriban, səmimi ailədir. Sadəcə olaraq nəzarətdən uzaq olan bir dəcəl uşaq valideynlərin sözünə baxmayaraq evdən çıxmış, gölə yaxınlaşmış və ayağı sürüşərək gölə düşüb. Biraz gəziblər, axtarıblar, tapılmayıb. Sonradan suyun üzərində görüblər. Atası sudan götürüb, xəstəxanaya çatdırsa da gec olubdu. Qeyd edək ki, Zamanovlar ailəsinin 2 azyaşlı övladları var idi. Faktla bağlı araşdırma aparılır.